Salam kanalımın gözəl xanımları, necəsiz? İnşallah yaxşılarsınız. Səhəri necə açdımsa vlogu da sizlər üçün onu da şimdiden ayırıb qoyasın. Buraları da alıb gətirib göstərib bişirdiyim qənimətlərim var. Onu da göstərəcəm vlogun irəliləyən dəqiqələrində. Nəsə atmışdınızmı? Mən atmışdım, belə yavaş-yavaş da çıxardıram. Özü də güya ki diyetadayıq. Evdə bir kirli paltar qutarmır. Bir də ki evin ehtiyacları. Yeni paltarlar qoydum. Yuyulsun. Düzdür, hava biraz tutqundu. Amma ki olsun. Sərgidəki paltarlar quruyumlar yığıb bunu sərəcəm. Bir türlü yaz gələ bilmədi. Bu rənginə aşiq olub aldığım qabmaçalkaları qızlar heç yaxşı çıxmadı. 2-3 dəfə yuyəndən sonra rənginin gözəlliyinə baxın, amma necə gözəldir. Adamı heyran edir rənginin gözəlliyi. 2-3 dəfədən sonra necə belə sanki kirliymiş kimi, sanki aylardır bunu istifadə eləyirmişsəm kimi pis görüntü yaranır. Telefonda zaretkası yoxdur, belə zaretkaya qoymuşam. İndi keçəcəm axşamın qablarını yuməyə. Markası da budur. Çox xeyif. Heç inansız 3 gün belə gözəl görünmür. 2 dəfə, 3 dəfə yuyəndən sonra elə bilirsən ki, neçə ilin kirli maçalkasıdır. Bu markanın 1.50'ye almışdım. İçərisində də 4 dənə idi. Dedim sizə də göstərim, fikri olsun. Almayın bundan. Düzdür, adam rənginə aldanır, amma keyfiyyət sıfırdır. İkinci səfər idi. Belə satın alma düşbərə alırdıq. Onu da nəyə görə? İndi istədi. Axşam idi, gecə idi. Düşbərə pişiriləsi vaxt deyil idi. Saat hardasa 11 idi ya 10 idi. Yoldaşıma dedim aldı gətirdi. Qızlar fikir verim. Üstünə heç bir yağ zat heç nə atmamışam. Sadəcə suya töküb pişirmişəm. Üstündə belə sapsarı suyu çıxıb. İndicə deyir, mama deyir. Bu qoğal da deyir. Qoğalın içinə qatılan çox yəqin ki hansısa şeyi vurublar içərisinə. Ədviyyatı deyir, qoğal da deyir. Səhər də sitdim, Vaqifə verdim. Vaqif də niyəsə bəyənmədi. Bir dənə sarı kök atmışdım suyuna. O da ki belə sarı eləmir yəni. Bu üstündəki gördüyünüz sarı-sarı yağ sarılarıdır. Düzü görə heç markasına da fikir vermədim. Gecə idi, ürəyi bulanırdı. Bir dənə nəsə düşbərə istədi, xəstə idi dünəndən. Qızdırması da var idi. Onu aldı, gətirdi. Bu da belə. Qızlar, siz belə alınma düşbərələrdən istifadə edirsinizmi? Necə olur? Bunun hansısa markası yaxşıdırmı? Düz elə alan deyilik. Həmişə özüm hazırlayıram. Prosto aldıq, yarısını tökmüşəm. Nə İnci düzəməlliyi, nə Vaqif düzəməlliyi qaldı beləcə. Axır vaxtlar belə eləyirəm. Bir dənə belə sprey butulkanı saxlamışam. Biraz su doldururam içərisinə. Çox oldu bu səfər, eyb yoxdur. Ondan da çox xlor doldururam. Qızlar, həm xloru bir dəfəyə tökəndə bir yerdən axır, digər yerlərə çatmır. Həm də əlimi vurmaq istəmirəm da. Deyirəm elə spreylə hər yerini spreyləyim. Belə eləyib qarışdırıram. Bunun içərisi ağdır. Bu rəng moykası olanlar bilər. Bircə dəfə istəkan qabıya çay artıq qaldı, tökdün, sapsarı olur. Buna belə istifadə edirəm, çox yaxşıdır. Bunu da kimsə mənə demişdi. Bilmirəm kim demişdi. Sizlərdən kimsə dedi yoxsa. Bacım mı demişdi. Qəşəng təmizləyir. Sonra da belə hər tərəfinə vururam, əlimi vurmadan. Qəşəng tərtəmiz ağardır. Təmizləyir. Qızlar, baxın sizə demək istədiyim. Bircə dəfə istifadə elədim. Yağ izləri, sarı kök izləri, bu nə bilim nəsə, bütün izlər qaldı üzərində. Sanki neçə günün basıdır. Bu da qalsın bir 3 dəqiqə, sonra gəlim. Bunu da yuyum təmizləyim. Belə qəşəng olur. Adamın əlindən çox gözəl tutur. Paltarları sərdim. Havada birazca püsək var. Tam belə yağış yoxdur, gözlə baxanda görülür. Bunları yığdım, gətirdim. O birisiləri də sərdim. Təzəcə Allah sənə şükür. Hava düzəlir, paltarları yuyum sərim deyirdim. 2-3 gündür yağış yağırdı da bildiyiniz kimi. Bu da ki, baxıram ki, yox, düzəlmirmiş. Mən elə gəlibdi. Amma dünən hava durumunda yaxşı göstərirdi. Sevinirdim ki, bugün hava yaxşı olacaq, çıxıb biraz gəzərəm. Baxdım ki, yox, elə hava yaxşı olmaq fikri yoxdur heç. 2 dənə də ütülənəsilər var. Hələlik qatlayım qoyum. Qızlar, heç sevmirəm də. Nə paltar ütüləməyi, nə paltar qatlamağı, bilmirəm niyə. Sevmədiyim şeylərdəndir. Bu da İncinin şalvardı. O gün ayağı zadı tamam soğumuşdu. Atdım, yuyuldu. Bu ev işləri qutarmır da. Ən nankör işlər ev işləridir. Nə ağarsan yenə baxsan ki, iş qutarmır. Bundan özümün də vardı, İncinin də vardı. Ən çox sevdiyim ev paltarı bunlardır. Həm yumuşaqdır, həm də ki rahatdır. Sanki adamın əlində heç nə yoxdur. Ən əsası da ki, çox isti saxlayır adamı. Otağın səmtini dəqiqədə bir mən dəyişirəm. Da bu divanın yarısı o birisi tərəfdədir deyə. Kuxnadadır. Kuxnadan da çıxarda bilmirik. Dedim də sizə bu qapıları yenilədikdən sonra buralar balacalaşdı. İstər-istəməz hərəsindən bir ən azından 7-8 sm içəri girdi. Balacalaşdı.
qapılar, divanı oradan çıxardanda qapı yox idi. Qapıları biz söküb satmışdıq, köhnə qapılar idi. Sonra da qapını saldıq, təzə qapıları sifariş verdik, gəldi, saldıq. Bu səfər divan oradan bəri çıxmadı. Divanı da nəyə görə çıxartmışdıq? Yerlərə şey vurdu, laminatdır, nədir bunun adı? Bundan vurdu. Nə bilim, buraları aboylayıb eləyirdi, yuxarını kraskalayırdı. Axır xarab olmasın deyə keçirtmişdik. Əslində bunları da keçirtmişdik. Bunlar keçdilər. Sadəcə o birisi böyükdür deyə o keçmədi. Bu stolu da şeyə qoymuşdum. O yana qoymuşdum. Ortaya gül üstünə qoymuşdum. Yaxşı idi. Gül işıq alırdı. İndi də dünən keçirtdim bu tərəfə. Evdəkilər də bezibim. Amma deyirsən buranı nə qədər dəyişsin. Divanı gətirdim bura, televizora yaxın olsun deyə. Bu gül də çəkdim bura ki, işıq alsın. İşıq almayanda dəhşətli dərəcədə saraldır, yarpaqlarını tökür. Bunlar da o günkü də qonaqlıqdan burada qalıb, daha çıxartmadıq. Qalıb hamısı bir küncdə. Elə bilirəm evdə ət yoxdur. Bu zamanı çıxartıb görmüşəm bayra ki, görüm nə var, nə yoxdur. Deməli, hər ətin üstündə belə bir sümük olur. Bunları təmizləmişəm, qoymuşam hər dəfə. Uşaqlar sümüklü ət yemir. Baxıram ki, bunlardan ya sup olar, ya da ki, borş olar. Dedim, görüm nə var, nə yox. Elə bilirəm, tapdım heç nə yoxdur. Baxıram ki, yoxdur. Var imiş, nələrsə var imiş. Belə biraz tam ət qalır. Yenə sümüklülərim. Yemirlər deyə hər səfərində yığıram. Axırda bir dəfiyə bişirirəm. Bunlar var. Bir də ki, burada maraqlı gəldi. Bu nədir? O gün toyuq qızartmışdım. Gün ortaya. Axşamda da toyuq kebabı var idi. Aş var idi, dolma var idi, salatlar var idi deyə qızartdığım toyuğu götürdüm. Qızarılmış halda qoydum buzluğa. İndi yadıma düşür. Üstündə də sarı kökü zadı var idi. Belə saraldı. Elə bunu qoyum gün ortaya. Düzdür, qriçkadan var, düşbərədən var. Amma bunu qoyum gün ortaya. Qızları belə bunu yiyərik. Bu olsun gün ortanın. Axşama da bunlardan bir 4-5 dənə qoyum. Uşaqlar onsuz yemir. Yenə sos eləyərəm. Çoxsu da belə yekə sümüklərdir. Nə şorba yeyirlər, nə borş yeyirlər, nə sos yeyirlər, nə piti yeyirlər, nə küftə yeyirlər. Bu uşaqlar heç nə yemirlər. Bunlardan da qoyum 3-4 dənə. Yenə pişsin, yenə yeyərik. Qoydum bunu tavaya. Bütün ətləri də üzərindədir. Gün ortada qonağım var idi. Yaxşı ətlər idi. Toyuq almıram, qanadı quyruğu olmasın deyə həmişə bu dibi alıram, bu da alıram. Bir də ki, sinə əti götürürəm. Bu 3 dənə hissəni evdə ən çox yeyilir deyə bunları istifadə edirəm. Buraları da batırmışam. Buna da 4 dənə qoydum. Belə yeyərik. Uşaqlar ağızlarına belə almırlar. Dünən yoldaşım mənə künəfə alıbdı. Heç gör diyeta saxlayan adama künəfə mi alınır? Satıcı da burasını vuranda cırıb arxasına. Deyirəm, naxaq da götürmüsən, gərək götürməzdin. Qiymətini vurmaq üçün cırıb deyəsən arxasını. Fikir verin, arxası cırıqdır. Deyirəm, gərək götürməzdin. Amma ki, dondurmasını almayıb. Mən bunu dondurmasız yeyə bilmirəm. Bilmirəm, burada çox yəqin ki, olar. Uşaqlar da xoşlayır, inci də gəlsin. Ya da ki, Vaqiflə özümə hazırlayayım, bunu yeyək. Güya ki, diyetadayıq da. Buraları təmizləmirəm. İstəyirəm birlikdə buranı təmizləyək. Onu da yoldaşım almışdı, qalıb orada işlətmirəm. Buralarda belə pis gündədir. Düzdür, divarlara bir şey eləyə bilmirəm, amma istəyirəm buranı bir çəkəm, səliqəyə salam. Hamısı ən azından səliqəli görünsün də. Dəsmalı qoyuram bura, həm quruyur, burada həm də ki, elə güyən kimi əlimi silirəm. Bunu da qızlar, birisi də Temudan vurmuşdum. Amma sonra baxdım ki, 1 manatlıq yerdə də var 1 manatda. Mən Temudan 1 manatdan çoxa vurmuşdum. Arxasında belə yapışqanı var, yapışdırırsınız. Nəysə, içi dolubdur. Soğanı bayırda saxlayıram. Kartof amma alması düzgün. Kartof qutarıb. Bunu çıxardım, bunu yuyum, bunları çıxardım, təmizləyim, hər yer. Elə bir çəkili deyil, sadəcə bu soğan, kartof qabıqları tökülübdür. Belə gic-gic işlətdiklərimi lap arxaya. Onlar vəbşi mən işlətmirəm. Onları qoydum. Qısar burada şeylər var. Zibil salafanları. Onları da ora qoydum. Ora zibil salafanları. Divara da fikir verməyin. Nəmişlik var o tərəfdən su gəlir deyə. Bu divar heç cür təmiz qalmış. Nə bilim orada nəsə divarın digər tərəfində nələrsə var. İstər-istəməz yağış yağanda divarı xarab eləyir. Nə bilim divar belə kiflənibdir. Belə deyim də divar kiflənib. O da ki oradan gələn yağış suylarına görədir. Bunları bura qoydum. Bunları əlimin altında tez-tez işlətdiklərimdir. Yaxına qoydum. Ən çox işlətdiklərim xlor. Xlorla suyu həll eləmişdim. O net ayna silənim. Bir də ki, yağ çözücü. Ən çox da bunları işlədirəm. Bunlar da lap önə. Bu yana da yuyucu tozlarım.
Bir dənə qaldı buranın kartof soğanlığı. Onu da hələ yumamışam. Onu da yuyum, təmizləyim, gətirim qoyum belə. Bu videonu çox uzatmaq istəmədim. Son görünüşü də belə oldu. Kartof soğanı yuxarı qoyuram, əyilib götürməmək üçün. Tənbəl tədbiri, ikisini də bir gözə qoyuram. Tualet kağızını da elə salafanda onun altına qoyuram ki, başqa qoymağa yer yoxdur. Burada salafanlarım, burada bir dəfəlik əlcəklər, bir də ki, əl altında lazım olan ayna siləcəkləri. Hazırdır. Video buranı da təmizlədik. Təmizdir. Bir dənə qaynanam sonradan qalxdı, ona yemək verdim. Onun qabları var, onu yuməliyəm. Qalan belə səhərin qablarını yerləşdirmişdim. Bu da buradaca qaldı bəzək kimi. Stəkanları qoyum yerinə. Bunları bir dənə yerləşdirim. Belə təmizdir. Buranı da səliqəyə saldıq. Əllərim yandı. Niyə yandı? Xulur tökülmüşdü qızlar. Xulur əlimi yandırır. Keçən səfər əmimi qızına deyirəm ki, kalçuk qablar da deyirəm, ləkə tutur, deyir xulorla. Deyirəm, bilmirəm nələrə də nə olur. Deyir xulorla. Qızı kafeyi xulorla pozubdu. 2 dənə də balaca uşağı var onun. Elə nə deyirəm, deyir xulorla. Axır vaxtlar mən çox xulordan istifadə eləmirdim. Düzdür, xulor adı altında satılmır. Amma ki, müxtəlif markaların xulorları var da. İstifadə eləmirdim. Nəyə görə? O da ki, mənim bu allergiyamı artırırdı. Ona görə xulordan istifadə eləmirdim. Həm də ki, biraz istifadə edən kimi adamın əllərinə iyisi çökür, qoxusu çökür. Ən zəhləm gedən qoxu da bu xulor iyisidir. İndi əlimin buralarını yandırdı, yenə qaşıma verdi. Ona görə xloru həyatımdan çıxartmışdım. Həftədə bir dəfə buraları xlorluyuram əlcəklə. O adnaraz vəlcəklər onlardan ötürü almışam. Hər gün bunun içərisində mütləq xlorluyuram. Bir də görürsüz əlcək geyinirəm, bir də görürsüz ərindiyimlə əlcək geyinmirəm. Belə fıs-fısla sıxıram hər tərəfini. Bircə damcı sarılıq qaldı mı, gərək mən oranı yenidən əlimlə belə oxalayam, qəşəng təmizləyəm. Nə də olsa qız bürcük. Belə bir takıntılarım var. Bir də onlar qalıb, demək olar ki, ev təmizdir. Bir də silmək, süpürmək qalıbdı. Gətirim buraları tozsoranlayım, süpürmək deyəndə tozsoranlayım. Ondan sonra da qəşəng silim. Olsun hər yer tərtəmiz. Digər otaqlarda təbii olaraq tozsoranlamalıyam. Belə. Evin işi demək olar ki, bu kraskaları alanda bacım dedi ki, bir dənə də rəngi var, onu da götür. Belə təbii rənglərdir, 6-0, 6-11. Çalışıram öz saçımın rəngini tutuzduram da, belə deyim, təbii bir rəng alınsın. O da ki, qızarır, bozarır. Bacım dedi ki, bir dənə də rəng var, bir dənə də nömrə var daha doğrusu, onu da al. O da soruşduq, olmadı. İndi gedirəm onun rəngini götürəm. İndiyə corab almışdım, çox xoşuna gəlib. O corablardan yenidən götürəm. Bacıma da yazdım ki, neçə nömrə idi o magic olur. Bir də qızlar çox gözəl boyadı. Düzdür, bir dənəsi 7 manat 50 qəpikdir ya 8 manatdır. Amma ki, belə çox saçda qızarmır da. Çox tez də getmir saçdan. Mənim saçımın tipindən asılı olaraq tez gedir. Heç bir də görürsünüz, saçımı yumamış. Baxıram ki, saçımın bu qulaq hizasından ağarmalar var ucu. Nəysə, əsas odur ki, rəngi təbii görünür. Bunu istifadə edirik. Çox tez qızarmır. Gedim indi pasyolkadan onu alım, biraz yürüyüş edeyim. Neçə gündür evdən çıxmıram. Adam da evdə oturduqca heç evdən çıxmaq istəmir, passivləşir. İnansız, bəlkə 1 saat da hazırlaşıram ki, çıxım, amma hələ evdəyəm. Xanımlar, bunlar yadınızdadır. Novruz bayramında qoymuşdum soyuducuya ki, hamısını bişirməyim, sonra bişirərəm. Dediyim bir yarısını çıxardım. İçlik də var, doldurub qoyaram, qəşəng bişirərəm. Güya ki, diyetadayıq da. Bugün ürəyim dəhşətli dərəcədə şirniyyat istəyir. Yenə bir dənəsini yeyərəm. Yoldaşım da xoşlayır. Səhər işə gedəndə çayla içməyi zadı belə xoşlayır o da. 2, 4, 6, 8 dənəsini qoyum. 2, 4, 6'sı da qalsın. Qısa bir də sizə nə göstərim. Bir də baxanda bunlar ləkə kimi görünür da, sanki çay ləkəsidir. Amma bilmirəm bunun materialı necədir, nədir. Belə qalıb üzərində yuyursan, sürtürsən, xlorluyursan, nə edirsən getmir. Çox pis material varmış, üzərində belə çay ləkəsi qalıbdı. Belə qala-qala da qalıb. İndi bunları qoyum, qəşəng açılsınlar mən gələnə kimi. Gələndən sonra bişirərəm. Qalsın, hə, bu qədər. Bunları da atım yenə buzluğa. Arada yenə könlümüzə düşsə bişirərik. Novruzda adamın ürəyi o qədər çox istəmir, amma belə aralarda olanda adama bir bonus kimi, bir fərqli bir şey kimi gəlir. Novruzda o qədər şirniyyat olur ki, adam heç saya salıb yemir də. Gəldim pastyolkaya. İlk iş. Saqqız yox idi çantamda, bir dənə saqqız aldım. Dedim bir iki kuruk da burada vurum, gəzim. Bir iki kuruk. Qısar o qədər evdən çıxmıram ki, qalın giymişəm altdan. Üstə nazik bir trubka. Hamı qol açıq gəzir, məndə qalındır. Çox isti oldu. Yine de bir iki dəfə gəzdim buraları. Hava qəşəngdir. Çox gözəl gün çıxıb. Bu vaxtlar bizdə evdə havalar soyuq olur. Bayır isti olur, ev soyuq olur. Ona görə mən də həmişə qırağa çıxanda yanılıram. Elə bilirəm bayır da soyuqdur. Buranın parkına baxın, görün nə gözəldir. Qalın geyinirəm. Yine biraz gəzim, gedərik işlərimizi həll eləməyə.
Sen ne güzelsin böyle pis pis pis. Şeyler 2 manata düşüb hatta. Akşama yemək nəzərdə tutmuşam. Bizim xalqda bir belə şey var axı. Kim hardan alırsa hamı keçib oradan alır. Bir orada yol tıxanıb, kişilər də, qadınlar arxa-arxaya durub, biri arxa tərəfdə baxır, biri qabaq tərəfdə keçə bilmirlər. Utandıqlarını da bir söz deyə bilmirlər, çəkil keçək. Bilmirəm, fikir verim sizin. Hansı mağazaya adam girir, baxsan ki, arxasınca o mağazaya sanki bir adam varsa deməli o mağaza yaxşıdır. Amma arxasınca orada oluşur. Əvvəl soruşmuşdum, nə də keçədib şeylərlər. İnanın ki, qozdan böyükdür. Məncə kolor yox idi. Baxım, indi bəlkə gəlmiş olar. Salam, sizdə məzik kolor olur? Məzik olur. Buradaki bir maddeli getiriyorum. Yok maddeli. Bir maddeli getiriyorum. Kraska. Geçen sefer de kalmıştım. Ben Pasyoka'da tapa bilmemiştim. Burada da sarafan donlar var. Yansız mən yayda heç cürə don geyinə bilmirəm. Elə bir istilənirəm donda. Hiç yadıma düşmürdü. Belə bir mağaza açılmışdı. Belki burada olar. Girək buradan soruşaq. Girib marketin içində yaşıbdı özü üçün. Keçdim Trend Mola. Burada qızlar 99 nömrəli məktəblə üz-üzə yerləşir. Pasyoka Kirovda bəzən soruşursunuz. Bu xoşuma gəldi. Çox gözəl idi. Altının da belə qolu maykası var idi. Rəngi qəşəng idi. Çox xoşuma gəldi. Mənim yaşıl sevdam. Yenə yaşıllara baxıram. Evdə neçə dənə yaşıl koftam var. Bu xoşuma gəldi. Sadəcə dedim biraz arıqlıyım. Sonra bu rəngi xoşuma gəldi. Bunun da qiyməti 18 manat idi. Sonra da dedim yox, qoy mən qara rəng götürüm. Qara hər şeylə gedir. Həmişə rəngli götürürəm. Sonra da yaxşı kombin alınmır. Burada da şalvarlardı. Yeni kolleksiyanı vururdular. Nəsə yeni şeylər gəlmişdi. Xanımlar işləyirdilər. Baxırdım, hər yerdə təzə mallar vurulur. Amma ki, hələ heç nə almaq istəmirəm. Yenə də baxdım. Bir də görürsünüz, adam heç nə almaq istəməyən də elə gözəl şeylər çıxır qarşısına. Götürürsən. Amma almağa gedəndə tapa bilmirsən. Bilmirəm, bu məndə belədir, yoxsa hamıda belədir. Ona görə almağa getməyəndə də arada bir baxmaq lazımdır. Kızlar, getdim, gəzdim, kraskanı tapa bilmədim. İnci üçün belə corablar götürdüm. Ayaqlar tərləyir deyə yayda da belə qarın corab geyinir. Nəsə problem getmir heç cürə bundan. Hətta açıq ayaqqabı geyinə bilmir. 2 dənə bundan götürdüm. Hər dəfə alıram bir dənə. Xoşuna gəlsə geyinir, xoşuna gəlməsə addadır mənə. Ayağın razmeri də balacadır deyən belə 9, 10, 11, 12 yaş üçün belə balaca alıram. 35-36 razmeri geyinir mənim qızım. Bunları da bişirdim. Sadəcə içərisini oymadım, yaydım, doldurdum. Çünki üstü çox xəmir qalandı, mən yeyə bilmirəm. Ona görə belə elədim ki, onsuzdan özümüzük. Əsas odur ki, özümüzün xoşumuza gəlsin. Axşama da biraz alış-veriş eləmişdik, yemək zad yedik. Üzərindən bunları yemişik. Burada qalıb hələ yerləşdirməmişəm. Bunlar da axşam alış-verişimizdir. Bunlar da belə, amma dadlı idi. İnci qopartdı, sürpriz çıxdı almanın altından. Gizlədiblər, yalanın üstündə quba alması etiketi vurdular. Burası sən demə deşiymiş. Orada şey oldu da, ağacın öz butağı zadı girib zədəliyib alman. Şey almadı ama. Qızlar, hələlik bugünlük məndən bu qədər olsun. Baxıram, video zat hər şey çəkmişəm, montaj edib qutarmışam. Bağlama videosu yoxdur, qapanış eləməmişəm. Hələlik bugünlük məndən bu qədər olsun. İnşallah sevərək, bəyənərək izlədiniz. Bəyəndinizsə abunə olmağı, videoya ən azından bir dənə çiçəkdən, böcəkdən, kaktusdan zaddan buraxmağı unutmayın. Hələlik öpürəm hər birinizi, gözəl bacılarım, yaxşı ki varsınız. Videonu bəyənməyi də unutmayın. Hələlik.